millet yoludur, hak yoludur tuttuğumuz yol. Ey hak yaşa, ey sevgili millet, yaşa var ol. Bir nefer hamı üçün, hamı bir nefer üçün. Bu yalnız bir şuar değil. Bu minillerin içinden gelen Türk ruhudur. Bugün Tehran'ın evin zindanında Güney Azerbaycan milletinin tapdalanmış hakları üçün sinəsini siper eden qəhrəmanlarımız var. Ve elbette başka şəhərlərin zindanlarında onlarla şərəfli siyasi faal ki İran rejimi tərəfindən nahaqcasına həbs olunublar. Amma hər zaman başı dik, ruhu sınmamış bir qəhrəman kimi dayanıblar. Bugün əgər zindan duvarları onların iradəsini qıra bilmirsə, bizim susmağımız xiyanətdir. Onların səsi dünyaya yayılmalıdır. Çünki onlar öz azadlıqları üçün yox, bir millətin şərəfi üçün dayanırlar. Onlar azadlıq uğrunda döyüşürlər. Onların hər nəfəsi bizim nəfəsimizdir. Hər addımları bizim yolumuzdur. Hər çırpınan ürəkləri bizim vicdanımızdır. Gəlin bu birlici böyüdək və səsimiz azadlığın vicdanına çevrilsin. Yaşasın Azərbaycan, yaşasın azadlıq, ədalət, milli hökumət.